Biz buralarda yazın gəlişində cincər kətəsi ilə qeyd edirik. Cincər nədir? Gicitkan deyirlər. Çox faydalı bitkidir. Bunun kövrək olanlarını yığırıq. Birinci qozu maşından keçirir, sonra qaynadılıb pörtlədilmiş cincəri ət maşından keçirib belə bu formaya salırıq. Bunun üzərinə həmən ki qozu əlavə edirik. Ölçülərin hamısını açıqlamada yazacağam ki, hazırlaya bilərsiniz. Bir dənə yumurta üstünə süt, duz əlavə edib hamısını yaxşıca qarışdırırsınız. Bunun xəmiri də olduqca yumşaq yoğurmaq lazımdır. Çox bərk xəmir olmaz. Buna bax göstərin ki, bu qədər yumşaq xəmirlər olmalı. Bunu açanda bacardığınız qədər nazik açın, belə çox da incə olmağa ehtiyac yoxdur amma. Ortadan qatlayıb iki hissəyə belə bayaqki qarışımı yayırsınız, ağzını bağlayırsınız, bək-bək qıraqlarına əzib forma verib kəsə bilərsiniz. Biz bunu odun peçin üzərində bişirdik çünki belə daha dadlı olur. Pişən kimi üzərinə yaxşı kərə yağı gəzdirdik. Belə ləzzətli yağlı yemək əlbəttə yanında samvar çay olmadan heç bir mənası yoxdur məncə. Biz biraz çox hazırlanmışdıq çünki biz bunu çox xoşlayırıq. Bu dəqiqə cincərin təzə vaxtıdır, çox ləzzətli vaxtıdır. İndidən yığıb biz onu qış günü hazırlayırıq. Hazırlayacaq olanlara nuş olsun. Cincər kətəsi xoşlayanlara göndərməyi yaddan çıxarmayın.